Hamıya salam. Deməli, xatırlayırsınızsa, mən bir qədər əvvəl Bakıda öz idarə elədiyim Smart haqqında qısa məlumat vermişdim. Biz indi Almaniyadayıq Carfaxla birlikdə və burada yeni Smart nəsli ilə tanış olduq. Smart 1 Smart'ın SUV-si sayılır və düşünürəm ki, avtomobil çox belə desək, şirindir, kompaktdır və çox da maraqlı rəngi var. Elə bu rəngi göstərərək bildirmək istərdim ki, bəlkə də Bakı yollarına rəng qatmağın əsl vaxtıdır. Gəl avtomobillə qısa tanış olaq. Kifayət qədər də iri həcmdə bagajı var, mən deyərdim. Hətta özü bağlanır. Qapısı belə açılır, bax. Və içəridə oturmaq, mən onu bildirim ki, Smart'ın ən əsas özəlliklərindən biri, o tərəfdən oturum. Smart'ın əsas özəlliklərindən biri içəridə çox hündür şəkildə oturursan. Yəni, hər maşında bu yoxdur. Belə içəridə çox rahat oturursan. Baxmayaraq ki, avtomobil kompakt, amma içəridə çox rahat oturursan. Smart həvəskarı olaraq tövsiyə edirəm.